Xəbər verdiyimiz kimi Antalyanın Kəmər rayonunda keçirilən Muay Thai üzrə dünya çempionatı zamanı Azərbaycan Muay Thai Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb. Qısa xəbəri Nikolay istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Bunlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb. Qeyd edək ki, hadisə Göylük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muay Thai Federasiyasının prezidenti Araz Musayev 2 şəxs tərəfindən bıçaqlanıb. Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya şəhər xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir. Hadisə ilə bağlı Kəmər Rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.